Değerli izləyicilərimiz, Media Inform təqdim edir. Efirdə Vəsilə Şirvanidir. Redaksiyamızın postundan kanalımıza ünvanlanmış vətəndaş müraciət ərizələrinin içərisində diqqətimizi bir müraciət ərizəsi cəlb etdi. Təbii ki, belə hallar sivil cəmiyyətimizə utanc gətirən amillərdən biridir. Müraciət müəllifi Bakı şəhəri, Nəsimi rayonu, Mirqasımov küçəsi ev 02, mənzil 20 ünvanında yaşayan Alışova Mətanət Yahya qızı müraciətinin mahiyyətində 25 yaşlı qızı Alışova Arzu Musa qızının intihar etməsinin səbəbləri Xətai rayonu prokurorluq orqanları tərəfindən düzgün araşdırma aparılmadığından narazı qaldığını bildirmişdir. Müraciət müəllifi Mətanət Alışova qızının intihar etməsi ilə bağlı Ölkə Prezidenti Cənab İlham Əliyevdən, Vitse-Prezident Mehriban xanım Əliyevadan və Baş Prokuror Kamran Əliyevdən ana imdad edərək hüquqi müstəvidə intiharın səbəblərinin araşdırılması barədə kömək istəyir. Bu mövzu kanalımızda bir müddət gündəmdə olacaq. Dəyərli izləyicilərimiz, indi isə müraciət müəllifini dinləyək. Xahiş edirəm, özünüzü təqdim edin. Mən Bakı şəhəri Nəsimi rayonu Mirqasımov küçəsində yaşayıram, Alışova Mətanət. Mətanət xanım, müraciətinizdə demək göstərirsiniz. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, surəti Azərbaycan Respublikasının Vitse-Prezidenti Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikasının Baş Prokuroru Cənab Kamran Əliyevə, Bakı şəhəri Mətbuat Prospekti 529-cu məhəllə Azərbaycan Nəşriyyatı Media Inform onlayn televiziyasının rəhbərliyinə siz yazmışsınız da var şikayət ərizəsini. Nə baş verir? Qızınız Arzu xanımın ölümünə səbəbkar kimdir? Mənim qızım Alışova Arzu Musa qızı 25 yaşında, ali təhsilli, həm ingilis dilindən uşaqlar hazırlaşdırırdı, həm mühasib işləyirdi şirkətdə, həm də rəssamlıq edirdi. Yəni dünya görüşü olan bir qız idi. Heç vaxt psixoloji problemi olmayıb. Qızım 2024-cü il aprel ayının 14-ündən 15-ində keçən gecə intihar edib. Qızın neçə yaşı var idi? 25. Qızım Arzunun ölümünə, intihar etməyinə səbəbkar onu istəyən bir oğlan var, Hakim Şükürlü. Əvvəl bir yerdə Hakim Şükürlü çoxdan tanıyırdı. Bəli, bir yerdə işləyiblər, birdən çox bir yerdə işləyiblər. Biz onun əvvəllər narkotiklə məşğul olduğunu eşitdiyimizə görə qızımın onunla ailə qurmağını istəmirdik. Dəfələrlə mən danışmışam, mənim qızımla uzaq dursun, amma buna baxmayaraq əl çəkmirdi qızımla. Deməli, qızım 14-ü, aprelin 14-ü günü səhər 2024. Bəli, 2024-cü ildə səhər padruqaları ilə, rəfiqələri ilə səhər yeməyinə gedib, sonra evə gəlib, evə gələndən sonra, biraz dincələndən sonra dedi ki, mən çıxıb biraz gəzəcəm. Bu çıxandan sonra hardasa 5 olardı, saat 5 olardı. Çıxandan sonra bildim ki, bu həmin onu istəyən Hakim Şükürlü ilə görüşüblər. Yəni hiss elədim bunu, yoxsa özü demişdi sizə? Yox, mən zəng elədim buna, dedim hardasın, dedi gələcəm. Bildim ki, oğlanla görüşüblər. Saat hardasa 11 idi, yazdım buna. Axşam 11. Bəli, axşam saat 11-də. Buna yazdım ki, gəl evə gecdi, dedi gəlirəm. Gəldi evə gəldi, çox belə aqressiv, boğulmuş, ağlayırdı, gözünün yaş axırdı. Dedim, sənə nə olub? Belə, sonra hamı çəkildi öz otağına. Yatmaq vaxtı oldu, hardasa saat 12:30 olardı. Saat hardasa 1 radələrində, birin yarısı 1 radələrində gördüm, qapı döyülür. Qapının səsindən mən ayıldım, durdum, qapını açdım. Gördüm, Hakim Şükürlüdür. Dedi ki, Arzu mənə yazıb ki, intihar edirəm. Həmən günü də? Bəli, bəli, 14-dən 15-nə. Onların görüşü günü? Bəli. 14-dən 15-nə keçən gün. Arzu intihar edib, dərman içib. Tez hakim də girdi evə,
Birdə tez mən getdim qızımı yuxudan ayıltdım. Çox gec ayıldı. Özündə deyil idi. Belə pis halda idi. Ayılandan sonra hakimi gördü. Dedi sən burada nə işin var ki? Mənə dedi ki mama bunu evdən çıxart çölə. Mən bunu evdən çıxartdım. Sonra biz skoriya zəng elədik. Skori gəldi. Skori gələndən sonra qızımın venası, təzyiqini ölçdülər. Hər bir şeyi yoxlayandan sonra gördük ki qızın nəbzində zəifləmə var. Sonra bunun venasına iynə vurdular sakitləşdirmək üçün. İynəni vurandan sonra qızımın halı biraz da pisləşdi. Götürüb düşürdük ki skori ilə xəstəxanaya çatdıraq. Düşdük skoriya minəndə qızım yıxıldı skorida. O yıxıldı, bu yıxıldı. Xəstəxanaya biz çata da bilmədi. Ən yaxın xəstəxanaya apardıq ki, xəstəxana çatmamış biz binanın həyətində elə qızım dünyasını dəyişmişdi. Sonra bizim işimizi Xətai rayon prokuroru araşdırmağa başladı. Xətai rayonunun düzgün araşdırma aparılmadı. Mən buna görə də şikayətçiyəm. Ölkə prezidentimizin, cənab İlham Əliyev, sizdən, hörmətli baş prokuror Kamran Əliyev, sizdən xahiş edirəm. Qızım Arzunun intihar etmə səbəbini yenidən araşdırılsın. Çünki qatil hakim şükürlü çöldə rahat gəzir, heç bir cəza verilməyib. Araşdırılmağını istəyirəm. Xətai rayon prokurorluğundan bizim işimiz alınsın, başqa bir prokurorluğa verilsin. Mərhum dünya siyasətçisi Heydər Əliyev həmişə çıxışında belə deyirdi. Dövlət o zaman sarsılar ki, cinayətkar cəzasız qalanda, günahsıza cəza veriləndə. Ay prokuror, bu tarixə düşmüş dünya siyasətçisi Heydər Əliyevin kəlamlarını yadınıza salın. Tələbiniz budur ki, yəni baş prokurorluq tərəfindən xüsusi komissiya ayrılsın, yenidən araşdırma aparılsın. Bəli. Yəni istəyiniz tələbiniz budur da? Bəli, bəli. Biz də bir media nümayəndəsi olaraq sizin bu narazı qalmağınızı əsaslandıraraq məktubları ünvanlayacaq baş prokurorluğa, yenidən araşdırma işləri aparılacaq. Evet. Başqa istəyir. Xahiş edirəm, mənə kömək eləsinlər. Ümidim cənab prokuror sizə, cənab İlham Əliyev sizədir. Xahiş edirəm, mənə kömək eləyin. Mətənət xanım, biraz təmkinli ol, soyuqqanlı ol. Bu məsələni inşallah dövlət səviyyəsində bu işə baxılacaq.